32318 ədədini biz burada milliyə qədər yuvarlaqlaşdıracağıq. Çünki milliyin altdan xətt çəkmişəm, yəni onu işarə eləmişəm. Demək milliyə qədər yuvarlaqlaşdırırıq. Dedi ki, hansı mərtəbəyə qədər yuvarlaqlaşdırırıqsa, ondan sonraki rəqəmə baxırıq. Ondan sonraki mərtəbəyə baxırıq. Yəni biz burada baxacağıq 3-ə, yüzlük mərtəbəsinə. Yüzlük mərtəbəmiz 3-dür, 5-dən kiçikdir. Deməli, işarə etdiyimiz, yəni yuvarlaqlaşdıracağımız mərtəbə dəyişmir, olduğu kimi qalacaq. Alınacaq cavab 32.000 olacaq. Belə ki, milliyimiz olduğu kimi qaldı və ondan sonraki bütün rəqəmlər, mərtəbələr, yüzlük, onluq, təklik hamısı sıfırla əvəz olunur. Biz bunu ədəd oxunda da görürük. 32318 ədədi 32.000 ədədinə daha çox yaxındır.